Lada Niva avtomobili 1977-ci ildən VAZ 21-21 kimi istehsal olunmağa başlamışdı. 1994-cü ildə Kuza yeniləndi. Gördüyünüz bu Kuza tipi 94-cü ildən gəlməyə başlayıb. İlk versiyada arxa fənərlər VAZ 2106 fənərləri idi. Bagaj isə daha qısa idi. Panel böyük idi, nömrə paneldə qalırdı. Panelin böyük olmağı əslində Kuza'ya sərtliyi verir. Bagajın uzunluğunu artırandan sonra zavod bu sərtliyi nə ilə kompensasiya edib deyə bilmərəm. Amma köhnə bagaj qapağı ilə yeni bagaj qapağının fərqləri ondan ibarətdir ki, bu qapaqda bagaj hissəni yükləyib boşaltmaq daha asandır. Amma köhnədə biraz çətin idi. İkinci, bu bagajın minusu ondan ibarətdir ki, əvvəllər heç olmasa bagajı bayırsa açmaq mümkün idi. Amma 94-cü ildən sonra bu gördüyünüz bagaj heç cür bayırdan açılmır. Yeri gəlmişkən qeyd edeyim ki, köhnə bagaj qapağında şüşəsilən opsiya kimi idi və böyük əksəriyyət modellərdə gəlmirdi bu opsiya. Yəni şüşəsilənsiz idi. Bagajın açılmağı əslində 94-cü ildə fikirləşəndə ki, nəyə görə belə eləmişdilər, biraz gülməlidir bagajın buradan açılmağı. Amma bu illər ərzində zavod heç nə fikirləşmədi. Yeri gəlmişkən qeyd edeyim ki, Zaporojets kimi tanıdığımız ZAZ 968'də burada çox komfortlu bir knopka var ki, basırsan bagaj hissi açılır, yəni motorxana açılır. Bunlar amma nəyə görəsə bu şey eləməyiblər. Başında əsas dəyişikliklərdən biri bu amortizatorun yerinin dəyişməsi idi ki, amortizator əvvəllər VAZ, klassik VAZlar kimi arxa mostun üstündən təxminən 45 dərəcə bucaq altındaydı amortizatorlar. Sonralar təxminən 2009-2011-ci illərdə bu dəyişikliyi elədilər. Növbəti dəyişikliklərdən biri o idi ki, deməli pavorotlu kulakı dəyişdilər, sükan gücləndirici qoydular və alt şaravoylar bir neçə cürdür bu avtomobillərdə. Daha doğrusu ilk dəfə bu Chevrolet Niva'larda gəlmişdi, sonra bu avtomobillərə tətbiq olundu. Növbəti dəyişiklik, əsas dəyişikliklərdən biri 2016-cı ilin təxminən yay aylarından başlayaraq bu ön reduktor mühərrikdən ayrıldı. Əvvəllər ön diferensial birbaşa mühərriyə bağlanırdı. Reduktorun mühərriyə bitişik olması biraz diskomfort verirdi avtomobilə. Bu ön diferensial mühərrikdən ayrılıb sərbəst müstəqil bağlanandan sonra bir ucu traversə bağlanır, bir ucu da stabilizatorun oxuna bağlanır və mühərriyi biraz yüngülləşdirir və burada nə baş verir? Diferensial mühərriyə bağlı olduğu üçün avtomobil hərəkət eləyəndə, qaz verəndə və ya mühərri ilə yavaşlayanda mühərri həm sağa sola meyl edirdi, həm də yuxarı aşağı qalxıb düşürdü. Buna ayırandan sonra artıq siz avtomobilə qaz verəndə, kərə-kötür yolda sürəndə mühərrik ancaq sağa sola meyl edir. Yəni mühərrik korobka ilə bir yerdə razzatkaya güc gələndə ya sola güclənir, ya da sağa güclənir. Heç bir halda mühərrik yuxarı aşağı qalxmağa meyl eləmir. Çünki artıq ön diferensial mühərrikdən ayrılıb. Amma bitişik olanda siz avtomobilə qaz verəndə diferensial həm də mühərriyi yuxarıya qaldırmağa çalışırdı, aşağıya dartmağa çalışırdı. Bu da diskomfort verirdi avtomobilə. Rusiya krizis yaşayandan sonra avtomobillerin elektron idarə etmə sistemində, mühərriyin elektron idarə etmə sistemində dəyişikliklər oldu. İndi isə itilmə istehsalı, itilmə şirkəti. Deməli bu temperatur datçiki, hansı ki əvvəllər cihazlar panelindəki mühərriyin temperaturunu göstərirdi. Qalovkadadır, iki silindrin arasındadır, daha yaxşı yerdədir, amma artıq bundan istifadə olunmur və bu qapaq kimi istifadə olunur. Köhnə injektor versiyalarda necə idi? Cihazlar panelindəki temperaturu buradan göstərirdi. Amma mühərriyin elektron beyninə gedən temperaturu isə buradakı datçikdən göstərirdi. Bu datçikdən. Yəni ventilyatorun xodlanıb sönməyi o ilə əlaqədar idi. Cihazlar paneli isə qalovkanın üstündəki datçikdən idi. İndi hamısını oradan göstərir. Deməli, itilmə blokunda artıq yeni drossel zaslonkası var, yeni qaz pedalı. Yəqin ki, o da itilmə firmasıdır. Və gördüyünüz kimi artıq burada bizim Vozdokhammer kimi tanıdığımız mass airflow sensor və yaxud datçik massovый расхода воздуха yoxdur. Mühərrik MAP sensorla işləyir. Yəni buna Rusca DAT deyirlər, datçik абсолютного давления.
Belə mühərriklərin müsbət cəhəti ondan ibarətdir ki, belə mühərriklər hava çəkəndə o Ozlıxamerli mühərriklər kimi problemlər yaranmır. Yəni hava çəkməyə qarşı o qədər də həssas deyil bu tipli mühərriklər. Krizisdən sonraki modellərdə sükan gücləndiricinin qabı dəyişib. Əvvəllər zəif tipli girdə qabdan istifadə olunurdu. Sükan gücləndirici nasos yenə zəif tipli oxşuyur. Adı nədir bilmirəm, amma həmin layihənin üstündə qurulub. ABS yerli istehsaldır. Çünki üstündə yazılıb "Сделано в России", yəni Rusiya istehsalıdır. Bir neçə cür vakuum gücləndiricilər var idi bu avtomobillərdə. Bu yeni tip vakuum gücləndiricisidir. Kondisionerin kompressoru da səhv eləmirəmsə Çin istehsalıdır.